Burada şehit olan şehitlerimizi yad edelim. Onları ziyaret edelim. Bunlar sözün əsl mənasında bizim qəhrəmanlarımızdır, yiğitlərimizdir. Əvəz olunmaz, unudulmaz qəhrəmanlarımızdır, fatihlərimizdir. Bunun ən bariz nümunəsi bugün yüzlərlə, minlərlə insanın şəhidlər xiyabanına gəlib 5 il üstündən keçməsinə baxmayaraq şəhidimizi yad etmək, onun ziyarətinə gəlmək, burada dualar etmək. Xüsusən də məktəblər, müəllim heyəti, şagird heyəti, fidan balalarımız, əllərində yüksək bayraq. Bunlar vətənpərvər döyülməsində şəhidlərin misilsiz rolu vardır. Məhz bu şəhidlər bizə qəhrəmanlıq gətirdi, yiğitlik gətirdi. Bizim bu üç rəngli bayrağımızı Şuşamızda, Han kəndimizdə, Xocalda uzatdılar. Biz bunlara nə qədər təşəkkür desək, nə qədər çox sağ ol desək azdır. Ölkə rəhbəri həmişə şəhid ailələrindən görüşəndə deyir ki, şəhidin ruhu qarşısında baş əyirik, şəhid doğmalarına qarşısında baş əyirik. Biz də bugün şəhidin ruhu qarşısında baş əyirik. Şəhid digər varlıqlar kimi o da cismən aradan gedir. Amma şəhid o varlıqdır ki, o cismən aradan geçsə də onun dünya ilə daim təması vardır. Bütün insanlara biz deyirik, vəfat etdi, rəhmətə getdi, dünyasını dəyişdi. Şəhid də həmçinin. Amma o biri insanlar dünya ilə münasibəti, əlaqəsi olmur. Yalnız şəhid dünyada olan hadisələrə, proseslərə təsir göstərəbilir. Çünki Allah Teala buyuruyor ki, o ölməyir, o diridir, Allah yanındadır, Allahın hüsnünə qidalanır. Şəhidlər bizim qurur yerimizdir, fəxr yerimizdir. Biz burada şəhidlər xiyabanına gələndə dualarımızı edirik, hacətlərimizi istəyirik, arzularımızı deyirik. İnşallah ki, burada bu fidan balalarımız böyüyəcəklər. Bunlar bu şəhidlər haqqında həqiqətən şehir deyirlərsə, vaxt gələcək filmlər seçəcəklər, əsərlər yazacaq, şəhərlər yazacaq. Ən xoş hadisələrdən biri budur ki, bir çox evlərimizdə təzə doğulan uşaqlara yiğitlərimizin, qəhrəmanlarımızın, fatihlərimizin adları qoyulur. Allah bütün şəhidlərimizi rəhmət eləsin, ruhlarını bizə duası qərar versin. Sizin burada etdiyiniz dualar, okuduğunuz Quranlar, ziyarətləri Allah Teala öz dərgahında qəbul eyləsin. Cəmi şəhidlərimizin ruhları şad, Allah rızası üçün. El-Fatiha. Bismillahirrahmanirrahim. Allahu ahad, Allahu Amma Allah rəhmət eləsin.